Hələ bugün də mən bu maşını sürürəm. Bir dənə minus cəhəti var, o məni şəxsən çox narahat edir. Xamerin havalandırma sistemi məni boğur. Niyə görə? Mən biraz həssas adamam. Əsasən də qumlu, torpaqlı yerdən keçəndə havalandırma sistemi yaxşı filtrizasiya eləmir. Bax, Rubiconda da bu var. Mən şəxsən bunu qəbul edə bilmirəm. Mən ona görə Gelenwagen'i sevirəm da. Defender'da da bu var. Defender'in lüks versiyası var, Defender'in off-road versiyası var, Rubicon kimi. Orada da bu havalandırma söhbətində zəifçilik var. Niyə görə Gelenwagen'i sevirəm? Gelenwagen'də ideal havalandırma var. İdeal. Yəni, sanki S-klassda gedirsən. Və ondan sonra yalnız bunda bunu tapdım mən. Ən sonuncu məsələ, qardaş, qiyməti. Siz həmişə alışmışsınız ki, Rubicon'u işlənmiş alasınız. Azərbaycanlı Rubicon'la nə vaxt tanış oldu? Tək-tük adam olar ki, onun təzisini ala bilər. Nə vaxt tanış oldu? Amerikadan işlənmişi gələndə, auksiondan siz vurulmuş maşınlar alanda, siz Rubicon bilmirdiniz axı nədir? Yəni, bizim ona gücümüz çatmırdı maddi cəhətdən. Amma istənilən Azərbaycanlının, elə bir orta babat maşın sürən Azərbaycanlının buna gücü çata bilər. İkincisi, biz ehtiyat hissəsinin üstünə pul qoymuruq ki, açıb sizə də göstərə bilərəm. Yenə də deyirəm, bu bir sevgidir, bu bir kulturadır, bu bir mədəniyyətdir, bu bir klubdur. Qardaş deyir ki, məni inandır, mən səndən maşın alacam. Hələ görün, mən sizə maşın satmaq istəyirəm. Mən nəyə inandıracam hələ? Qəribəsiz, Allah'ım da olsun. Hələ hiss eləməmişsiniz ki, bu maşını satmır. Yəni, amma yenə də qardaşın adını çəkmirəm. Qardaşla mənim aramda olan söhbətdir o. Yəni, qardaşa buradan səslənirəm ki, gözəl qardaş, mən maşın satmıram. Mən sizə yol göstərirəm. Baxıram, klient də gəlir, deyir ki, ay Allah, qalmışam filan maşının əlində. İndi ad çəkməyəcəm ki, o şey olmaz. Deyirəm, niyə aldın? Deyir, qiyməti ucuz idi. Qardaş, dalına baxaydın da, zapsasda olacaqmı? Nə bilim, servisi olacaqmı? Bir bax, gör ki, bunun nə qədər zədəsi dəyib. Deyir, bircə dənə krılosu idi. Zədəsi bircə dənə, mənə şəklini göstərir. Sən düşünürsənmi ki, o bir dənə krılosuna görə o maşına o qədər qiymət düşüb? Yəni, elə Amerikada da bu krilo nədir ki, 20 dollar olsun. Bir dənə bunu göstərir mənə şəkli, bir dənə bu parça hissə, krilo da deyil, bu krilo budur, bax, bu. Amma bu plasmas kılıqdır. Güya ki, bir dənə bu qopub, bunu da alıb qoyub üstünə düzəlib. Bəlkə onu auksiyona qoyan sırf bunu qoymayıb ki, sən buna çox diqqət eləyəsən. Halbuki maşının diferi zədəlidir. Halbuki maşının akkumulatoru zədəlidir. Siz ona diqqətləmirsiniz, sonra gəlirsiniz burada aləm dəyər bir-birinə heç düzəlmir də maşın. Çox baha xidmət olunur maşın. Yəni, yenə də deyirəm, zavodla əlaqə olmaq üstünlükdür. İlkin qiymət üstünlükdür. Maşının sıfır olmağı üstünlükdür. Lüboy maşın xarab olur, amma sıfır maşın daha az xarab olur. Mən demirəm ki, sıfır maşın xarab olmur. Daha az xarab olur deyirəm. Qardaş, bu qədər. Yəni, bu mənim şəxsi fikrimdir Rubiconla bağlı. Onu müqayisə eləyəndə 212 ilə.